Salamlayıram dəyərli və hörmətli media tamaşaçılarını. Dəyərli dostlar, ixtiyarı bir insan sadədən mürəkkəbə doğru həyatda yaşayarkən çalışır ki, mükəmməl bir xarakterə malik olub, ən yüksək zirvələri fəth edə bilsin. Və sonda xarakter özü nədir? Xarakter özlüyündə hər bir fərdə məxsus spesifik xüsusiyyətdir. Belə ki, xarakterin formalaşması uşaq dövrlərindən davranışlarla başlayaraq ən ümdə qayəsi ailə münasibətləri gedişidir ki, bu gedişin nəticəsində birinci növbədə valideynlərin verdiyi şərəfin zinəti sayılan mənəvi tərbiyə və hər bir qətrəni ayrı-ayrılıqda evladlara bəxş etmə və həmin şəxslərin ailədə fəsil-fəsil çiçəklənərək irəliyə doğru normal inkişafı, həmin fərdin ətrafında baş verən hadisələr, ətraf mühit sferasındakı vəziyyət və bir də ki, eyni zamanda mühit amillərinin təsiri olmaqla bərabər həm də fiziki şəmiyyətlər əsas rol oynayır. Belə ki, xarakterin uşaq üzərində formalaşması əsasən ailə münasibətləri gedişi ilə bərabər həm də təmasda olduğu insanların fəaliyyəti ilə həm ahəng özünü əks etdirir. Belə ki, xarakter özlüyündə fərdin daxilində təkrar olunmaz spesifik bir xüsusiyyətdir. Tipik bir vərdiş əlamətləridir. Yəni, psixoloji faktordur. Belə ki, insan üçün ona xas olan prinsipiallıq, sadəlik, mürəkkəblik, düzlük, mərdlik, cömərdlik dəyərləri xarakterin formalaşmasında demək olar ki, əsas ümdə qayələrdən biridir və səciyyəvidir. Eyni zamanda xarakterin formalaşmasında ali sinir fəaliyyətinə mənsub olan funksional sistemin mükəmməl olması və bir də ki, ali şuur formasının insan tərəfindən ruhu komponentlərin təsiri altında fəaliyyətini tənzimlənməsidir. Eyni zamanda xarakterin formalaşması həm də insanın tipik davranışları, hərəkətləri, vərdişləri nəticəsində o həyat, ailə münasibətləri gedişində irsən keçən və yaxud da ki, sonradan tədricən təkamülün gedişində davamlı olaraq tədricən yaranışın nəticəsində baş verir. Belə ki, ümumiyyətlə bu xarakter formalaşdıqca həmin xarakterdən ayrıca olaraq təzahür edən xasiyyət meydana çıxır ki, xasiyyət də insanı həm nəcibləşdirə, həm də təkəbbürlü edə bilər. Təbii ki, insan xarakterə mükəmməl olaraq nail olursa, o mütləqdir ki, nəcib bir xasiyyətə malik olsun ki, çünki nəciblik insanı daxilən saflaşdırır, mənən zənginləşdirir. Belə ki, xarakter insanın həyatında mühüm rol oynayır ki, o inkişaf edərək normal, mükəmməl bir vətəndaşlıq hüququnu qazanaraq, mükəmməl olaraq həyatın ən yüksək lazirət zirvəsinə qədər qalxa bilsin. Hamınıza gözəl, müsbət keyfiyyətlərlə dolu xarakter arzulamaqla çox sağ olun.